Salam, mən bu video vasitəsilə sizə əmək müqaviləsinin xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi və istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın hesablanması qaydasını izah edəcəm. Öncə qeyd edim ki, məzuniyyət işçinin iş ilinə görə verilir və iş ili işçinin işə girdiyi gündən başlanır və növbəti ilin həmin günü başa çatır. İşlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etməmiş işçi iki hüquqa malikdir. Bunlardan biri işçi əmək müqaviləsinə xitam verilmədən öncə məzuniyyət hüququndan istifadə edir. Əgər bu məzuniyyət hüququndan istifadə etmək istəmirsə, o halda ona müəyyən olunmuş formada istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesabları ödənilir. Əmək Məcəlləsinin 143-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilərkən xitam verilmə səbəbindən və əsasından asılı olmayaraq işçiyə arzusu ilə əmək məzuniyyətindən istifadə etməyə şərait yaradılır və bu halda onun əmək müqaviləsinə xitam verilmənin son tarixi məzuniyyətin bitdiyi tarix hesab olunur. Əgər işçi qalıq məzuniyyət hüququndan istifadə etmək istəmirsə, bu halda ona müəyyən olunmuş formada istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesabları ödənilməlidir. Kompensasiyanın hesablanması Əmək Məcəlləsinin 140-cı maddəsində müəyyən olunmuş məzuniyyət dövründə orta əmək haqqının hesablanması qaydası ilə eynidir. Yəni, bu halda əmək müqaviləsinə xitam verilmədən öncəki 12 ayın gəlirləri cəmlənərək 12-yə bölünür və orta aylıq əmək haqqı tapılır. Tapılmış orta əmək haqqı 30,4-ə bölünərək orta gündəlik əmək haqqı tapılır və bu rəqəm isə vurulur istifadə edilməmiş məzuniyyət günlərinin sayına. Nəticə etibarilə biz istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanmış oluruq. Bir məsələni də qeyd edeyim ki, əmək müqaviləsinə xitam verilərkən kompensasiyanın hesablanması yalnız əsas məzuniyyət üzərinə hesablanır. Əlavə məzuniyyətlərə görə kompensasiya hesablanmır.